Türk medyasında hepsi var. Yazsa sonra bütün hamısı çıxır. Baba yine de yeniden eline o 5 parmağı geyinir. Baba arka cibine apardı elini. Elini apardı arka cibine. Geyinerek gelir arkadan vurmağa beni baba. Bak tap vurdu. Vurandan sonra digəri bıçaqla vurdu, qaçdı. 2 bıçaq. Obusu digəri də girən zaman obusu digərində bıçaqda yaxaladı. Diqqətlə baxın. Baba qırmızı başa elini aparır baba. Apardı elinin arkasına bu da arkadan. Görürsünüz. Bunlar hamısı bir-birindən. Mən çıxmışam bayıra. Söyləyirəm ki, indi məni vuracaqlar. Vurulan zaman baba əlinə və geyindi. Bax əlini apardı, tap vurdu. Əlinə 5 parmaq geyinərək vurdu. Tensik zaptını inceliyoruz. Tensik zaptından sonra gelen evrak, duruşma zaptını inceliyoruz. Duruşma zaptında ondan sonra Çevirelim diğer sayfaya da. Həyatım hər an təhlükə altındadır. Hələ də təhlükə baskıları var. 3 nəfər ev kontroluna buraxılan cinayətkar deyim, yoxsa onlara istintaq altında yatan şəxslər deyim. Onlar baxmayaraq hədələr çəkirlər, video kameralarına müraciət edirlər və digər qorxular bildirirlər. Biz buna baxmayaraq yenə biz öz tutduğumuz spor yolundayıq. Bu günləri Muay Thai Federasiyasının başçısı olaraq və törədilən bu cinayətin tez zamanda araşdırılması və cinayətkarların yetəri cəzalarını almasına inanırıq və də gözləyirik. Müvekkil Araz Musayev Antalya 5 Ağır Ceza Mahkemesi'nde müşteki sıfatıyla yer almaktadır. Kendisinin en baştan soruşturma aşamasından itibaren vekili olarak dosyanı takip ediyoruz ve sonuna kadar takip edeceğimizi belirtmek istiyoruz ve bu şekilde sanıkların da en ağır ceza almaları yönünde bütün çalışmalarımızı yapmaktayız. Sonuna kadar da yapacağız. Görülmekte olan halihazırdaki dosyayı bizzat takibindeyiz. Araz Bey'in de her şekilde arkasındayız. Elimizden geleni en layığıyla kendisine mevcut durumu lehine çevirmek amacıyla elimizden gelen her şeyi en güzel şekilde yapacağız.